Neyse gel. İlk sesi videom çekeceğim. Headless Space mod etti. Yine gitti bu. Ben Headless spawner. Headless'ımın neyini yiyeceksin? Evet. Hadi event gelin. Gelin coffin snap edin. Leh. Yani bakın coffin snap. İyi Lucy mi? Lucy mi? Lucy mi? Lucy mi? Ne olur? Ne olur? Ne olur? İki garam var. Garamı neydi? Garama elmalı. Ya ben bunları nece stoplayacağım? Mesela ben bir çık gireyim. 90 ben çık gireyim yoksa 91. Çık dene. Çık. Girdik oyuna. Çok tez bir zamanda. 31 31 69. Coffee snap'i gördünüz de. Oy. Kabada açılır. Hadi öz bezimize gidelim. Semih Bey sarılasan her burada hayır. Ona biraz kot verin. Ne oldu? Aha. Girin.
Bura benim hakkımda. Benim hakkımda. Bura benim hakkımda. Secret Lucky Block, Secret Lucky Block. Ha orijinal oyunda, hangi oyunda girseydim Allah bu ne de arka topu. Secret Lucky Block. Bu ne de? Bilseydim orijinal oyunda girerdim ha bu ne de? Bu ne de oyunun yapımcısı. Oyun yapımcısı bu ne de? Şimdi sen indi delete ha. Gel buraya çekme Semih. Şimdi ayı kaçır ola. Ay kaçır benden. Bakıda keçiriləcək Delete Semih. Dünya Şəhər Salma Lu Forumunun Semih. 3-cü sessiyasına hazırlıq Lu işləri Semih. ilk mərhələdədir. Neyse gedok. Bugün olan statistikaya Gedok, əsasən gedok, artıq gedok. 178 Kimi ölkədən gəliriz 30 başımıza. mindən çox şəxs bu 13 Kabete haçyaları. Ben bir şey denemek istiyorum. One X One'la ben kırmızı aynı anda olanda ne olur? Çünkü One X One'da da böyle. Girdi ok. Uy boğa girdi. Boğa girdi. Bak girme oğlum. Kabete haçyaları. Yani speedimizi maxlayalım. Maxlayalım. Əsas məkanı olan Bakı Olimpiya Stadionunda isə tikinti və quraşdırma işləri artıq yekunlaşmaq üzrədir. Qeyd edək ki, tədbir Qaqa, mənə 17 pul öyrəm iyun səninlə. tarixlərində keçiriləcək. Hazırlıq işləri tədbirin əsas məkanı olan Bakı. Qaqa işlerime videonun birinci günü çekiyorum. Dizayn işləri Sabah məktəbdə ay böyle. stadiondan paralel olaraq Neyse en azından dostlarımı görmüş olur. havasına Sabah məktəbdə ay böyle. davam edir. İctimai nəqliyyatda avtobus dayanacaqlarında, şəhər Yürüyüş. mərkəzlərində bu fon Uşaqlar yaxında video gələcək. panellər və məlumatlandırma lövhələri quraşdırılır. 44 max. Şahin Poladova, Xəzər xəbər. Bakalım 44'te girince. Aynen ben bu Nexman'a kapamamış. Şimdi içinde olan bak. Gaga speedimi arttırdım ben. Oy. 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 Çıkardım beni burada. Özle. Sabahtan etibarən Bakıda bəzi parklanma məntəqələrində məhdudiyyət tətbiq ediləcək. Kulon. Bu barədə Asparkin Kulon, Gəncənin kulon. məlumatında bildirilib. He. Qeyd olunub ki, 13-cü Dünya Şəhər Salma Forumunun Ay, vəli. keçirilməsi ilə əlaqədar paytaxtda Sonsuza bir kadar neçə buradayız. nəqliyyat vasitələrinin parkingində Ama buradan çıkmanın bir yolunu biliyorum. Məhdudiyyətdən biri Ağşəhər ərazisində 5-ci Park küçəsində yerləşən iri ticarət mərkəzinin ətrafındakı məntəqəni əhatə Ay. edəcək. Bakıda keçiriləcək Bek. Dünya Şəhər Salma Forumu ilə Bak əlaqədar kurulmuş. olaraq dayandığım bu yerdə, yəni Valla. parklanma nişanı Oyun mən ağıllı saymırım. avtomobillərin dayanması Oyun üçün ağıllı sayar məni. kullanılacaq. Həmçinin məhdudiyyət Nərmanov rayonu Zaur Bondolu. küçəsində də həyata keçiriləcək. Oo, yönetim istifa. Yönetim istifa. 7 sayılı Asan Xidmət Mərkəzinin Galatasaray yeni şampiyon oldu. aid ediləcək və Seviniyorum. sabahtan etibarən artıq sürücülər 22 Çünkü Galatasaray'dı. parklanma məntəqəsində Fenerler aynı ağlamasın. qeyd edək ki, Gözəl, biz Azərbaycan dili aşırı ne öyle Türkçe Nərmin değil. Məmmədhəsənli, Namiq Hüseyev, Ne bileyim ben. Xəzər xəbər. Ne bileyim misin sen? He. Yerüstü Nəqliyyat Agentliyindən də Craft'ta ne var? Craft'layak biraz. ki, Kalikabros. ünvanda Haplikaleko, haplikaleko. Trilikaleko, trili. Tır. Trili. əlaqədar nəqliyyat mübadilə məntəqəsi təşkil edilir. Tır. Ermənistan və Trilikaleko. Azərbaycan arasında sərhədlərin delimitasiyasının şimaldan cənuba doğru davam etdirilməsi barədə razılaşma mövcuddur. Bunu Kaleko, 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 kaleko. Bizdə artıq Hopli kaleko, kaleko, kaleko. delimitasiya şimaldan cənuba aparılacaq. Aydındır ki, delimitasiya olunmuş ərazilərdə sərhəd rəsmiləşdirilməli və bu proses şəffaf şəkildə həyata keçirilməlidir deyə o bildirib. Kəbədə Delimitasiya prosesinin hüquqi əsası artıq formalaşıb. Vurğulayıb ki, 1991-ci il Almata bəyannaməsi iki ölkə arasında sərhədlərin müəyyənləşdirilməsində əsas prinsip kimi qəbul edilib. Bundan əlavə, Geçik ama buradan değil, ben kendi ellerimle yaptım. imzalanan və oktyabrda ratifikasiya olunan birgə komissiyaların fəaliyyəti ilə bağlı qaydalar bu
prosesi hüquqi cəhətdən Çevirdik. tənzimləyir. Normal geldi. Rabata hakkımı. Xaricdə Sən yaşayan Ermənistan vətəndaşları Ya, parlament baba. seçkilərində ancaq respublika ərazisində Atasaray edəcək. transfer mi Bu yapıyor? barədə Ermənistan Mərkəzi Ay, Seçki qal. Komissiyasından məlumat Ve basından bildirilib ki, ve baslardan 2012-ci mesaj geldi. ildə Seçki məcəlləsinə edilən dəyişikliklərdən Bozuldu.